بسم الله الرحمن الرحيم. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى. Sadakallahu aliyyul azim. 1448. Hicri takvimiyle artık başlıyor. Elbette ayın görülmesinde müeyyen bir gün fark eləyir. Bu da ki, həmişəki kimi bu mövzular olub, daha o haqda danışmaq istəmirəm. Hər iki gün elə Məhərrəmin biri inşallah hesab oluna bilər. Məhərrəm qəm ayı. Məhərrəm məzlum ki, zalimin zülmünə qarşı çıxıb. İslamın əsas ideyası, İslamın əsas prinsipi insan azadlığı, zalimlərin qarşısında durmaq, bu İslam aləminin şüarıdır. Bütün bu hadisələrə diqqət eləsək, Hz. Hüseyin əleyhissalamın Aşura hadisəsi başlayan gündür. Bildiyimiz kimi Hz. Hüseyin əleyhissalam Peyğəmbər əleyhissalamın nəvəsi, onun əziz qəlbinin guşəsində olan bir şərəfli şəxsiyyətlərdəndir ki, Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, Mən əhəbbə ən yanzura ilə əhəbbə əhlil ard ilə əhlis səmə fəlyanzuru ilə Hüseyin. Hər kəs ki, istəyir ki, o şəxsi ki, özünə dost tutsun, hansı ki, onu göy aləmi, yəni mələklər daha çox sevirlər, daha çox istəyirlər, ola həmin şəxs Həzrət Hüseynə baxsın. Yəni Həzrət Hüseyn əleyhissalamı yer əhlindən daha çox göy əhli sevər. Bizim də boynumuzda bir ilahi haqqdır. Və qeyd etdiyimiz əvvəlki ayə, Məvəddə ayəsində ki, Allah Teala bizlərə buyurur, Əhl-i beyti sevmək, onun qəmli günündə qəmli olmaq, şad günündə şad olmağı bizə tövsiyə edir. Mənim əlimdə bir kitab var ki, məşhur kitabdır, Yanabül Məvəddə kitabı. Bu, Əhl-i Sünnə, əziz qardaşlarımızın, Süleyman Bəlxi Hənəfi adlı müəllif bu kitabı yazıb və bütün bu kitab hamısı Əhl-i Beytin haqqında Peyğəmbər əleyhissalamın buyurduğu hədislər və ayələri şərh edib. Onun birinci cildinin 124-cü səhifəsində Məvəddə ayəsi haqqında qeyd edilir ki, Mühəbb Təbəri yazır ki, həqiqətən Həzrət Peyğəmbər əleyhissalam buyurub ki, mənim əhl-i beytimi sevmək sizlərə ilahi buyruqdur, ilahi əmirdir. Hər kəs mənim əhl-i beytimi sevməsə, qiyamətin günündə bizdən ayrı olacaq, bizdən ayrı düşəcəkdir. Və qiyamət günü əhl-i beyt haqqında sorğu-sual olunacaqdır. Həmçinin Buxari hədislərin birində qeyd edilir, 3735-ci hədisində qeyd edilir ki, Zeyd Peyğəmbərdən Həzrət İmam Həsən və İmam Hüseyin əleyhissalamın əlindən tutmuşdur və buyurdu, Allahümmə əhibbəhümə fə inni uhibbuhumə. İlahi, sən bunları sevginə, mən bunları sevirəm. İlahi, bu kimi hədislər nə qədər axtarsaz tapa bilərsiniz. İlahi, onları sevəni sən sevginə, onlara yardım eləyənə sən yardım eləyinə. Bəli, bu günləri biz
Peyğəmbər əleyhissalamın buyurduğu həmin bu məhəbbət qarşılığında onların qəmli günündə 1400 ildir, 14 əsrdən çoxdur. Artıq məhərrəmlik Aşura məclislərini yad eləyirik və Həzrət Hüseyn əleyhissalamın matəminə cəm olur. Biz əsasən Həzrət Hüseyn əleyhissalamın bu inqilabının məhərrəmlik mövzusunun əsas özəyini gərək düzgün başa düşək. Yəni Hüseyn əleyhissalam nəyə görə bu şəhadəti qəbul elədi? Bu nəyə görə baş verdi? Həzrət bir məşhur hədislərində buyurur ki, İnni ləm əxruc əşrən və lə batran və lə mufsidən və lə zalimən və innəmə xərəctu ətlubul islahə fi ümməti cəddi Muhammedin sallallahu aleyhi və səlləm uridu ən amura bil ma'ruf və anhə anil münkər ve asira bisireti ceddi Muhammedin sallallahu aleyhi ve sellem ve sireti Abi Ali ibn Abi Talib aleyhisselam. Hazret buyurur ki, benim bu seferim, yani Medine'den çıkmağım, Mekke'ye gelmeyim, Mekke'den Kerbela'ya gelmeyim, hiç de bir şer iş değil, hiç de fəsad törətmək üçün deyil, heç də əsayişi pozmaq üçün deyil, kiməsə zülm etmək üçün deyil. Mən istəyirəm ki, cəddim Peyğəmbərin ümməti arasında bir islahat yaradam və istəyirəm ki, əmr məruf eləyəm, yəni insanları yaxşı yola dəvət eləyəm və insanları pis işlərdən qaytaram. Və istəyirəm ki, cəddim Peyğəmbər kimi, atam Əli ibn Əbi Talib kimi yaşayam. Əgər diqqət eləsəniz, bəzi düşmən təbliğatlarına görərsiniz ki, Həzrət Hüseyn əleyhissalamın bu hicrətin, bu inqilabın çalışırlar ki, İslam ümmətinə əks tərəfdən başa salsınlar. Eləsinə də yazıçılar var. Müsəlman adlı olan, elə də İslam aləmində yazıçılar var ki, qeyd edirlər ki, Hüseyin səhv eləyib. Amma məlum məsələdir ki, düşmən belə təbliğat aparacaq. Amma 1400 ildir Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, Hüseynin inqilabı elə bir inqilabdır ki, onun məhəbbəti elə bir məhəbbətdir ki, ta qiyamətə qədər heç bir vaxtı möminlərin qəlblərindən silinməz və qiyamətə qədər bu məclislər keçiriləcək və bu məhəbbət, eşq möminlərin qəlblərində qalacaqdır. Odur ki, bizim boynumuzda olan Əhl-i Beyt eşqi və onun məhəbbəti gərək bu günlər özün göstərsin, biruzə versin və bütün varlığımızla bizim məscidlərdə, məclislərdə iştirak etməyimiz artıq Əhl-i Beyt haqqı boynumuza gəlmiş olur. Odur ki, möminlərə və onların əziz ailələrinə tövsiyə edirik ki, məscidlərdə olan mərasimlərdə iştirak eləsinlər və bu məclisi diri saxlasınlar. Çünki bu məclis zalimlə məzlumu tanıdan məclisdir. Haqla batılı ayırd edib göstərən bir məclisdir. İslam və İslam düşmənlərini insanlara tanıdan bir məclisdir. Bu məclis 1400 ildir İslamın yaşamasına sahib çıxan bir məclisdir. Bu məclis əgər olmasaydı, yəqin ki, İslamiyyət bu günlərin bu dərəcədə qalmazdı.
Çünki bilirsiniz ki, Peyğəmbər əleyhissalamdan sonra hansı hadisələr baş verdi və İslamı aradan aparmaq üçün nələr elədilər ki, onların da bir hissəsi Bəni Ümeyyə zalim hakimlərinin başında Muaviyyə və onun ardıcılları durmaqla istəyirdilər ki, İslamı aradan aparsınlar. Ona görə də bu məclislərdə iştirak etmək Allah yanında çox böyük savabdır. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri Həzrət Hüseyn əleyhissalamın dünyada ziyarətindən, axirətə şəfaətindən binəsib eləməsin və Həzrət Hüseyn əleyhissalam yolunda xərclənən, zəhmət çəkən bütün hər bir sahədə insanların ibadət, itaətlərin, duaların inşallah qəbul eləsin. Esselamu aleyk ya Aba Abdillah el-Hüseyn ve rahmetullah ve berekatuhu.